Martın 16-sında Gənclər və İdman naziri Fərid Qayıbov İdman federasiyalarının nümayəndələri ilə 25-ci görüşünü keçirib. Azərbaycan İdman Akademiyasında təşkil olunan tədbirdə nazir Fərid Qayıbov görüş iştirakçılarını salamlayaraq son dövrdə görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verib. Görüşün gündəliyinə uyğun olaraq əvvəlcə 2-8 mart tarixlərində təşkil edilmiş İdman həftəsinin hesabatı təqdim edilib. 2026-cı ildə İdman paytaxtı Qazax şəhərində keçiriləcək yarışlar haqqında məlumat verilib. Los Angeles 2028 Yay Olimpiya oyunlarına hazırlıq prosesi müzakirə edilib. Həmçinin idmançılarda performansın artırılması və zədələrin qarşısının alınması, biomexanik analizin rolu və idmançıların təsnifatlaşdırılması barədə təqdimatlar dinlənilib. Eləcə də 2025-ci il ərzində regionlarda görülən işlərlə bağlı hesabat təqdim edilib. Tədbirdə texniki reqlament məsələləri, idmanda təhlükəsiz mühitin təminatı və şəxsiyyətin qorunması, idman federasiyalarının rüblü hesabat qaydaları, Bakı 2026 dünyanın idman paytaxtının rəsmi saytının təqdimatı və federasiyaların sosial media hesabatları da müzakirə olunub. Digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.